Salamlar, hər vaxtınız xeyir. Mən Günel Qacar, Qacar Akademiyədən sizi salamlayıram. Bugünkü mövzumuz doktoranturanın speaking bölməsindən olacaq, yəni danışıq bloku üzrə. Deməli, danışıq bloku çox adamı narahat edir, çox namizədimizi narahat edir. Amma həqiqətən də narahat olmağa gərək olan bir şey deyil. Mən sizə indi struktur barəsində izah eləyəcəm. Hər bir şey haqqında neçə balda, hansı balda necə düşür, hansı punktda necə danışmaq lazımdır, necə formalaşdırmaq lazımdır. Bunları bildikdə artıq yaxşı olacaq. Çünki mən həmişə deyirəm ki, doktorantura və IELTS-a, xüsusilə doktoranturada ingilis dilini bilmək önəmlidir, amma ingilis dili ilə yanaşı Azərbaycan dilində də çox yaxşı belə deyim, sözləri, cümlələri istehsal etmə qabiliyyəti də olmalıdır. Əgər bunu formalaşdırsanız və bunu praktika eləsəniz, hər şey alınacaq, heç narahat olmayın. Digər tələbələrimiz kimi siz də bunları çox yaxşı bacaracaqsınız. Danışıq blokunda bizim 10 balımız önəmlidir. Yəni 10 bal üzərində qeyd olunur və bunu da demək istəyirəm ki, hər bir punktda azı bizim 2 balımız olmalıdır ki, kəsrə düşməyək. Məsələn, digər hissələrdə 40 bal yığsaq da, danışıq blokundan 2-dən aşağı bal yığsaq, biz kəsrə getmiş olarıq. Ona görə iraq olsun və çox yaxşı şəkildə hazırlaşaq. Deməli, və danışıq hissəsi imtahandan sonra olacaq. Yəni, haradasa 2-3 gün sonra, 3-4 gün boyunca danışıq davam eləyir imtahanları və tələbələr demin müəyyən etdiyi yerlərə daxil olub orada kompüter vasitəsilə imtahanı verirlər. Yəni sizin səsləriniz kompüterdə yazılacaq. Orada isə ekrana artıq yazılar gələcək, saniyələr geri getmə, yəni geri vaxtın geri getməsi olacaq. Məsələn, 1 dəqiqə vaxt veriblər, 1 dəqiqə düşünür, 1 dəqiqədən sonra sizin səs hissəniz açacaq və siz səsinizi qeyd edəcəksiniz orada. Elə isə mən hamısını çox detallı şəkildə sizə bir PDF hazırlamışam, onun üzərində danışacağım ki, hansında necə eləmək lazımdır və bunun üzərində praktika eləsəniz, heç bir probleminiz qalmayacaq. Elə isə davam edək. Deməli, bir dənə belə ümumi şəkildə baxmağınızı istəyirəm. Yəni, qəbula bu cür şəkildə düşəcək. İndi isə hissə baxaq. Deməli, baxın, birinci partımızdan söhbət gedir. Birinci partımız hələ, baxın, 2-yə keçmirəm. Söhbət birinci partdan gedir. Bu part bizə 3 balımızı verir. Yəni, biz buradan 3 balı alacaq. Və burada addımlar var, 3 addım var. Ekrana birinci, az öncə qeyd etdiyim kimi, kompüter vasitəsilə siz speaking imtahanı verəcəksiniz və ilk öncə ekrana belə bir şəkil gələcək və yaxud da fərqli bir şəkil gələcək və altında olacaq here describe the picture. Bəs şəkli necə təsvir eləyəsiniz? Ümumiyyətcə qaydası nədir? Baxın, burada 1 dəqiqə düşünüb 1 dəqiqə danışacaqsınız. Yəni, sizin 1 dəqiqə şəkil haqqında düşünməyinizə vaxt var və 1 dəqiqə dolandan sonra ekranda səs açacaq və 1 dəqiqə siz danışmalı olacaqsınız. Yaxşı, bəs 1 dəqiqə haqqında necə danışaq? Elə bilin ki, şəkili mən görmürəm, yəni mən burada məlumatım yoxdur, xəbərim yoxdur və siz şəkili elə təsvir eləməlisiniz ki, o şəkli mən gözümdə canlandırım. Yəni, tək bir sizə ipucu bunu verə bilərəm ki, mən o şəkli canlandırmalıyam. Məsələn, necə deməliyim? Azərbaycanca danışıram. Deyirik ki, deməli, ekranda tutaq şəkildə biz bir qızı görə bilərik. Kompüter qarşısında oturub, təxminən 5-6 yaşları var və yaxud da bu neçə yaş var? Və yaxud da 7-8 yaşları var məncə və kompüterdə mənə elə gəlir ki, müəllimi ilə danışır, onlayn dərsdir. Çünki qarşısında dəftər və qələm var, qələmlər var və bu dərs prosesi olduğunu zənn edirəm. Və tutaq ki, bura bir ev də ola bilər və məktəb də ola bilər, amma məncə evdir. Çünki uşaqla müəllimi onlayn şəkildə dərsə qoşulub. Parta var, partanın üzərində tutaq ki, qələm var, bir neçə qələm var və yaxud da nə bilim, kitab var. Yəni, bu şəkildə mən təsvir eləyirəm və deyə bilərəm ki, müəllim qara dərilidir, uşaq da səhv etmirəmsə qara dərilidir. Biz uşağın üzünü görə bilmirik deyə, tam dəqiq deyə bilmirəm bunu. Arxadan görsənir və uşağın saçları hörüklüdür. Yəni, bu cür şəkildə, indi siz bunu görməsəydiniz, yəni bunu bilməsəydiniz, gözün qabağında belə bir canlandıracaqdınız, belə bir şəkil. Yəni, heç ora baxmasaydınız. 1 dəqiqə ərzində bu cür şəkildə təsvir edirsiniz, təbii ki, ingiliscə. Daha sonra ekrana sual gəlir. Deyir ki, is distance education better than traditional?
Bu haqqda da 1 dəqiqə düşünüb, 1 dəqiqə danışırsınız ki, onlayn təhsil, uzaqdan olan təhsil traditionaldan, yəni əyənindən daha yaxşıdırmı? Siz bu haqqda 1 dəqiqə danışmalısınız ki, bəli, tutaq ki, 2020-yə qədər belə idisə, tutaq ki, ən çox da koronadan sonra bizim ölkədə onlayn təhsil gücləndi və bu haqqda belə deyə bilərik ki, artıq daha ön plana onlayn həm iş, həm təhsil ön plana çıxıb və müəyyən qədər vaxta qənaət, pula qənaət, bu haqqda danışırsınız 1 dəqiqə. O sual bitəndən sonra ekrana 3-cü sual gələcək. What is the drawbacks of the distance education? Yenə 1 dəqiqə düşünüb, 1 dəqiqə danışacaqsınız ki, onlayn təhsilin drawbacksləri, tutaq ki, şeyləri nədir, mənfiləri nədir? Yəni, bu bizim olur birinci taskımız. Ümumi şəkildə buradan bizə 3 bal gələcək. Əgər yaxşı danışsanız, axıcı danışsanız 3 balınız olacaq. Bu oldu struktur. Yenə deyirəm, strukturu çox yaxşı bilməsi və bunun üçün hazırlaşmalısınız. İndi isə keçirəm ikinci taska. İkinci taskda nədir? Part 2-də bura isə ən önəmli partımızdır və bizə 5 bal gəlir. 5 bal çox önəmli, yəni elə az deyil və sizə çox qəşəng ipucular verir. Bu nədir? Struktur nədir? Baxın, bir ad verir, essenin adı və sonra onun lehinə və əleyhinə mövzular var. For və against var. Lehinə, əleyhinə. Bu mövzu, məsələn, mövzumuz nədir? Is a city there are more job opportunities. Şəhərdə deyir, çox iş fürsətləri var və yaxud da var, təsdiq cümlədir ki, şəhərdə çoxlu iş fürsətləri var. Və bunun lehinə, əleyhinə, lehinə mövzulardan 3 dənə mövzu var. Əleyhinə mövzulardan 4 dənə, okey, 3 də ola bilər, 4 də ola bilər. Dostlar, bunların hərəsindən ikisini seçib, məsələn, buradan 1 və 2-ni seçə bilərəm. Buradan isə 3-dən 4-ü seçərəm, 2 ilə 4-ü seçərəm, fərqi yoxdur. Hərəsindən ikisini seçib, yəni toplam 4 punkt üzərindən danışmalısınız. Bu punktda ayrılan məsafə, vaxt 3 dəqiqə düşünmək, 2 dəqiqə danışmaqdır. Mən dedikcə qeyd edin, 3 dəqiqə düşünmək, 2 dəqiqə danışmaq. Yəni, mən burada danışıram ki, people move to cities in search of the job opportunities. İnsanlar şəhərlərə gedir ki, iş fürsətləri tapsınlar. Biraz bundan danışacağım ki, şəhərlərdə, xüsusilə böyük şəhərlərdə iş fürsətləri daha çoxdur. Ona görə də insanlar daha çox ora üz tuturlar, rayonlardan çıxırlar və şəhərlərdə yaşamağa başlayırlar. Belə bir şəkildə. Sonra people migrate to cities from the countryside. Kəndlərdən şəhərlərə gedirlər və burada kəndlərdə, şəhərlərdə iş imkanlarının çox olması, onlarda daha asan işlərini tapmasına səbəb olur. Sonra məsələn 3-cünü də oxuya bilərik. Traditional activities like farming need fewer workers nowadays. Məsələn, traditional, ənənəvi işçilər var ki, like fermaçılıq, ferma kimi bu günümüzdə daha az işçi qüvvəsi tələb eləyir. Yəni, belə bir mövzulardır. Bunların hər hansı ikisindən seçib bu haqda uzun-uzun danışa bilərəm. Against-də var, məsələn, lehinə mövzu var. Deyir ki, life in cities has its drawbacks. Şəhərlərdəki həyatın özünün mənfiləri var. İndi biraz bu mənfilərdən danışaram ki, iş tapmaq nə qədər çox olsa da, amma rəqabət çoxdur, rəqiblik çoxdur, çox insanlar var burada, bu haqq iş axtaranlar. Sonra deyim də, cost of living is higher than the rural areas. Deyir ki, kənd yerindən daha şəhərdəki qiymət daha yüksəkdir. Şəhərdə yaşamaqda daha yüksəyindən danışacaq ki, bəli, tutaq ki, kirayə xidmətləri var ki, kirayə daha çoxdur, yemək içmək daha çoxdur, restoranda daha çox ön plana çıxır pul. Şu mənfilərinə, yəni bu mövzunun lehinə olanlardan danışacağam. Toplam bizə burada nədir? 3 dəqiqə düşünüb 2 dəqiqə danışmaq və bizə 5 bal verir. Gəlirik son 2 balımıza. Bu isə məndən fikrimi soruşur. Dostlar, biz bundan əvvəlkərdən demirik ya, mən şəhərə gedərdim, mən rayonda qalardım. Yox, insanlar haqqında belə danışırıq ki, insanlar belə elərdi, belə elərdi. Məsələn, bizdə bir PDF var ki, tələbələrə veririk. Hazır bu mövzular haqqında cümlələr var. Əzbərləyirlər, o cümlələrdən istifadə edərək cümlələri orada deyirlər. Yəni, hər mövzu haqqında siz də tapa bilərsiniz konkret cümlələr. Sonra part 3-ə gedirəm. Where would you live? Would you like to live? Sən harada yaşamaq istəyərdin? Şəhərdəmi yoxsa kənd yerindəmi? Burada artıq ön plana çıxacaqsınız özünüzün fikrini ki, mən filan şey eləyərdim, mən bunu istəyərdim, niyə bunu istəyərdim, niyə istəməzdim? Bu da olur bizim speakingimiz. Toplam 13 dəqiqəmizi aparan bir prosesdir. Yəni düşünüb və danışmaqla bir yerdə. Çoxlu məşq etməyiniz lazımdır. İnşallah ki, istədiyiniz nəticəni alarsınız. Hələlik özünüzə yaxşı baxın.